Bu sevindirici xəbəri eşidən qardaşlar pasportları olmayan soydaşlarımıza çətinliklə də olsa öz şəxsi nüfuzları hesabına Samara-Bakı və Samara-Tiflis təyyarə reyslərinə 46 bilet almışlar. Varis Məcidov öz növbəsində rəhbər heyəti inandırmaq üçün qatara da 46 bilet alıb onlara göstərmişdi. Varis müəllim istədiyinə nail oldu və sevinərək gəldi, dedi ki, biz bunların biletlərini almalıyıq, təyyarə ilə yola salmalıyıq. Amma iki formada bilet alınmalıdır. Qatara bilet alınmalıdır, amma biz onları təyyarə ilə yola salmalıyıq ki, bilinməsin ki, biz bunları təyyarə ilə yola saldıq. 30 gündən sonra bizi çıxartdılar. Varis müəllim gəldi maşınlarla, bizi gətirdi bir dənə Ulyanovski'də otelə. Bizi bırakan günü 46 nəfəri Ulyanovsk'da böyük qastinitsa var. Böyük qastinitsa. Orada neçə otaqlar boşalmışlar bizim üçün. Getirib gəldilər bizi ora. Bir dənə təzlərdən yazdılar adımızı, familiyamızı, şəklimizi. Bu sənət düzətlədi, bu spravka deyilən, arayış. Varis orada olma şərtilə, neçə dənə maşınla gəldilər, bizi çıxartdılar, apardılar qəstinə. Otelə getirdi bizi, bizim hamımız üçün paltar almışdı. Paltarlarımızı dəyişdirdik, çimdik, yuyunduq otelə. Hamımıza addelini otaq vermişdi. Qara bir quş kəsdi, dedi ki, qardaşlar, fikirləşməyin ki, mən bunu burada almışam, yox, bunu Azərbaycandan getirmişəm. Varis qardaşımın köməkliyi ilə, yəni bu məhbusları bilet alıb yola salmaq lazım idi Azərbaycana, bu da mümkün deyildi. Belə ki, qardaşım o general dostu ilə məsləhətləşdi, dedi ki, biz nəyin bahasına olur olsun, başqa şeylərdən narahat olmayın. Yəni biz onu, bu insanları təyyarə ilə yola salmalıyıq Azərbaycana. Beləliklə Məcidov qardaşlar və digər həmyerlilərimizin dəstəyi ilə 46 məhbus bir çox çətinliklə üzləşərək, eyni zamanda çox böyük məbləğ qarşılığında Ulyanovski həbsxanasından xilas edilib Azərbaycana göndərilir. Maşında gedəndə mən də ki, oturmuşdum, mənim yanımda ki, onun qardaşları idi, ya iki qardaşdır, bir başqa adamdır. Sonra gördüm, belə bir dənə paket var idi əlində, bu boydan paketdir. Bir baxışım, bu nə belə saxlamışsınız? Bunu bir hissəsini artıq vermişik ki, gələcəkdə samolyot. Opsundur ki, siz gedəndə uçanda verəcək onlara. Təsəvvür edirsiniz, bu an olub, mən gözümlə şahid olmuşam. Məhbus qardaşlarımızı hamısını geyimlə, keçimlə təmin edərək biz onları təyyarə ilə Azərbaycana, Bakıya yola saldıq. Bir neçə vaxtdan sonra qardaşımın da işi, Varis müəllimin də işi çətinləşdi. Həm də buna kömək edən, həmin bu işdə yardımcı olan o bir neçə general da işdən qovuldu, çıxarıldı. Məcidovların bu fəaliyyətindən xəbər tutan SSR dövlət qurumları tərəfindən 7 qardaşa və onlarla ünsiyyətdə olanlara yalan bəhanələrlə təzyiq etməyə başlanılır. Varis müəllim 46 nəfər Azərbaycanlı Azərbaycana göndərəndən sonra bizə orada güclü təzyiqlər oldu. Bizim qarajın üstünə, maşının üstünə yazırdılar. Yəni ki, qalmayın burada, çıxın gedin. Varis müəllim də gəlirdi evə, deyirdi ki, hamı bizə təzyiq eləyir də. Sonra o eşitdi ki, burada müharibə gedir. Ona görə də biz hamımız yığışdıq, gəldik Azərbaycana. 46 Azərbaycanlını xilas edən Varis Məcidov vətənə dönmək qərarı alır. Və Azərbaycanda Daxili İşlər Nazirliyinə elzam olunur. Elə həmin vaxtlarda mənfur qonşumuz Ermənistan Azərbaycan torpaqlarını işğal eləməyə başlamışdı. Və bu zaman Varis Məcidov Qarabağa gedərək könüllü olaraq döyüşməyə başlayır.
arxa cəbhədə göstərdiyi qəhrəmanlığı bu dəfə o ön cəbhədə göstərirdi. Bu da rəhmətli qardaşımın veteran knižkasıdır. Müharibədə alıb. Allah rəhmət eləsin. Burada da müxtəlif tərifnamələr var. Məcidov Varis hələ Ulyanovskidən gələndən sonra onu prezidentimiz qiymətləndirmişdi Ulu Öndər. O öz xahişi ilə cəbhəyə getmişdi, cəbhədə vuruşur. Birinci Qarabağ müharibəsi zamanı Məcidov qardaşları dəfələrlə milli orduya yardım etmişlər. Məcidov qardaşlarından biri Elbrus Məcidov Azərbaycana gələrək Prezident Heydər Əliyevlə görüşmüş, ona 75 illik yubileyi münasibəti ilə zirehli avtomobil hədiyyə etmiş, silahlı qüvvələrimizə isə 7 ədəd UAZ markalı maşın, 500 min dollar məbləğində tibbi yardım etmişdi. 7 qardaşsız, 7'si də Ulyanovsk'da yaşayır. Çox gözəl, məmnun olduğumu bildirirəm. Orada yaşayan Azərbaycanlılar gətirib Azərbaycan prezidentinə avtomobil də demək, hədiyyə verə bilər. Doğrudur bu. Siz dediğiniz kimi öyle bir avtomobildir ki bunu bizim orduda istifadə etmək lazımdır. Ona da bizim ehtiyacımız var. Çox sağ olun. Qarabağ müharibəsi veteranı Varis Məcidov təhsilini Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam etdirərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmışdı. Polkovnik Leytenant Varis Məcidov xidməti dövründə həm Rusiyanın, həm də Azərbaycanın Daxili İşlər Nazirliklərinin 20-dən çox təşəkkürnaməsini almışdı. Bax, hələ burada da görürsünüz, babanı jurnala da veriblər. Orada da baba haqqında yazıblar. Baxın, uşaqlar, görürsünüzmü? Nə? Hə. Bu da baba Bax, hə, bu jurnalda. Babanız qəhrəman babadır. Polkovnik rütbəsi verilməsi üçün Varis Məcidov 2005-ci il noyabrın 5-də Göyçayda öz anasının hüzur məclisindən çıxıb Bakıya, Daxili İşlər Nazirliyinə getmək üçün öz avtomobili ilə hərəkət edirdi. Maşında Varislə bərabər onun həyat yoldaşı və qardaşının həyat yoldaşı var idi. Ağsu aşırımında hərəkət eləyərkən qarşılarında gedən yük maşınından ağır bir dəmir parçası aşaraq Məcidovun maşınına çırpılır. Və nəticədə Məcidov və onun qardaşının həyat yoldaşı həlak olurlar. Göyçayda şəhər qəbirstanlığında elə valideynlərinin yanında da dəfn olunur. Varis Məcidovun 3 övladı var. Əfsanə, Seymur, Samir. Samir övladına atasının adını verir. Varis Samiroğlu Məcidov. Mənim oğlum da babasının adını daşıyır. Böyük qardaşım Seymurun da oğlu babasının adını daşıyır. Bunun adı Varis, onun adı Variscan. Hər insanın, hər övladın atası onun üçün bir qəhrəman olur. Mənim atam amma mənim üçün 2 qat qəhrəmandır. Çünki atam həm mən bir ata kimi mənə qəhrəmandır, hər övladın atası kimi. Bir də bu atamın bu gördüyü işlərə görə əlavə mənim üçün 2 qat qəhrəmanlıqdır atamın qəhrəmanlığı. Mən çox fəxr edirəm atamla. Fəxr etmişəm və edəcəm də. O çox gözəl insan olubdu, evladları üçün, ailəsi üçün. Elə bir insan olub ki, onun yaşlılıqlarını da deyib qutara bilmərəm. Yəni onu bütün Azərbaycan tanıyır. Azərbaycanın bu qəhrəman oğlunu daha geniş ictimaiyyətə tanıtmaq üçün Məzunlar Birliyinin üzvü olan Göyçaylı ziyalılar yorulmadan çalışırlar. Göyçayda bir küçəyə Varis Məcidovun adı verilib.
Məzun olduğu məktəbin Şəhidlər Xatirə Muzeyində onun adına güşə yaradılıb. Demək, durduğumuz məkan Məzunlar Birliyinin layihəsi olan 6 saylı məktəbdə Şəhidlərin Xatirə Muzeyidir və bu Xatirə Muzeyində Göyçayımızın qəhrəman oğlu, o cümlədən məktəbimizin yetirməsi qəhrəman oğlu Varis Məcidovun xüsusi güşəsi var və burada gördüyümüz şəkillər, şəxsi əşyalar Varis Məcidova aid olan əşyalardır. Varis Məcidov haqqında bir neçə televiziya verilişi hazırlanmışdı. Göyçay ensiklopediyası və eyni zamanda Vətən Fədailəri kitabında və ali məktəblər üçün Azərbaycan tarixi dərsliyində, müxtəlif dövr mətbuatda Varis Məcidov və onun azad etdiyi insanlar haqqında məlumat verilmişdi. Göyçay şəhər şahmat məktəbində Varis Məcidovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdi. Vahid Orucov və Bariqəm Şirəliyevin müəllifliyi ilə Varis Məcidovun həyatından bəhs edən kitab nəşri hazırlanır. Ona Lənkəranın fəxri sakini adı verilmişdi. Varis Məcidov sizin üçün kimdir? Varis Məcidov mənim canımdır, ürəyimdir, belə mənim nə deyim, həyatımdır. Mən ömür boyu ona yaşadığımı hər dəqiqə ona borcluyam. Canım qurban onun oğluna, nəvələrinə. O olmasaydı biz oradan salamat gələ bilməzdik. Varis Məcidov mənim üçün Azərbaycanın bir qəhrəman, vətənpərvər evladıdır. Varis Məcidov çox dəyərli bir Azərbaycan evladıdır. Allah ona rəhmət eləsin. %100 əgər o sağ qalsaydı, 2-ci Qarabağ müharibəsinə də öz könüllü olaraq gedərdi. Onun bugün ruhu şaddır. Onun arzuları yerdə qalmadı. Ən böyük arzularından biri o idi ki, torpaqlarımız işğaldan azad olunsun. Hər il onu deyirdi ki, inşallah ki, bu il azad olunar. Ümid edirəm ki, o torpaqlar da qayıdılacaq. Qaçqınlarımız öz torpaqlarına, öz ellərinə, obalarına qayıdacaq. Belə ümidlə yaşayıram. Çox istəyərdi bu günləri görsün. Bugünkü gün Ali Baş Komandanımızın tapşırığı altında torpaqlar azad olundu. Bayrağımız ucaldı Şuşada, Xankəndidə, Laçında, digər torpaqlarımızda. Atam çox istəyərdi bu günləri görsün. Mən inanıram ki, bugünkü gündə onun ruhu çox şaddır. Bugün bütün Azərbaycan xalqı ürəkdən sevinir. Bütün Azərbaycan xalqı Allaha şükür deyir. Bu günü biz 30 ildən çox gözləmişik. Biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Müəllimə, mən elə bilirdim qəhrəmanlar ancaq ön cəbhədə olur. Sən demə arxa cəbhədə də var imiş. Şərt deyil ki, hamı əlinə silah alıb döyüşsün. Necə ki, Varis Məcidov həm ön cəbhənin, həm də arxa cəbhənin qəhrəmanlarındandır. Qəhrəmanlıq varislikdir. O qəhrəmanların da varisləri sizlərsiniz.